Salam əziz və dəyərli izləyicilərim, gözəl xanımlar, yaxın oturun, sırf sizlər üçün videodur. Mənə deyirdiniz ki, Məryəm xanım bir dərini 5 ton, 10 ton ağardan bizə bir peeling deyin. İndi sizə bilirsiniz ki, hər bir şeyimi sizlərlə bölüşürəm. Yaş öz işini görür, 53 yaşım var. Hələ ki estetik əməliyyatlar elətdirməmişəm, nə üzüm dartdırmaqdır, nə bilim heç nə elətdirməmişəm. Amma elətdirmək deyəsən artıq vaxtıdır. İndi sizə peeling deyəcəm ki, özüm tez-tez istifadə edirəm. İndi qutarmışdı, yenə də sifariş elədim. Mən Wildberries-dən sifariş edirəm. Azərbaycanda Temu deyilən yerdən. Bəlkə də ola bilsin ideal mağazasında var, Sabina'da var, bilmirəm. Yəni mən Wildberries-dən hər dəfə sifariş edirəm. Bugün də indi siz bir saniyə gözləyin, mən mübarizə aparım, bunu açım, sonra geri dönüş eləyəyim. Bir zülüm ərşəd rəhlə nəhayət ki açdım. Qanlı turşulu peeling deyirlər. Adı qəribə olsa da çox gözəl bir şeydir. Gözəl upakovkada gəlir, sınmaması üçün çox ucuzdur. Temudan sifariş eləyin, sağ ol deyəcəksiniz. Turşularla zəngindir. Baxın sizə göstərim necə olur, necə bir şeydir. Baxın, ona görə qanlı deyirlər. Baxın. Amma indi deyəcəm sizə necə istifadə eləyəsiniz, sizə göstərəcəm. Məndə bəlkə də bu 10-cu flakonumdur, alıram. Çünki çox istifadə eləyirəm. Deməli, həftədə bir dəfədən artıq etmək olmaz. Axşamlar eləyirsiniz. Ümumiyyətcə mən demədim. Kimsə sizə nəsə bir məsləhət biləndə, mənim əzizlərim, bura çox həssas yerdir. Birinci bura vurursunuz, bir 10 dəqiqə gözləyirsiniz. Əgər bir pis yan etkisi yoxdursa, qızarmırsa demək sizə olar. Çünki həssas dərilər üçün olmaz. Peelingdir bu, özdə turşulu, yəni kislotli peeling deyirlər. Kravavi kislotli peeling. Deməli, mənim əzizlərim, üzünüzü yuyursunuz. Üzünüz gərək qupquru olsun. Qupquru qurudumu, üzünüzə gözü altına olmaz. Üzünüzə, boynunuza, hətta dekolte hissənizə vurursunuz. Əlinizin üstünə də vura bilərsiniz. Bir 10 dəqiqə gözləyirsiniz. 7-10 dəqiqədən çox qətiyyən gözləmək olmaz. Gözlədiniz, masaj şəklində yavaş-yavaş vurursunuz. Gözləyəndən sonra 10 dəqiqədən sonra ilıq su ilə yuyursunuz. Üzünüz quruyan kimi uvlajняющий özünüzün kreminizi, mən çox videolar bilirsiniz, paylaşıram sizlər üçün. Qızlar nələrdən istifadə edirəm, çünki çox soruşursunuz və sizlərlə də bölüşəndə ləzzət alıram ki, gəlib yazırsınız ki, Məryəm xanım, doğrudan da nə gözəl imiş. Yumuşaq edir üzünüzü, rənginizi açacaq, poraları yığacaq. Kimin üzündə poralar, yəni o prişklərdən, zaddan yerləri qalıb, beşik kimi olur, bax, onları gözlə görüləcək dərəcədə yığacaq, rənginizi ağardacaq, ləkələri ağardacaq, çox gözəl təsir edir qızlar. İstifadə eləyə bilərsiniz. Bir də sizə onu deyim ki, hələ Məryəm xanımda nə sirlər var. Qrupumun xanımları mənim adımı qoyublar, Sirlər Xəzinəsi Məryəm ana. Sizlər də istəyirsinizsə, buyura bilərsiniz xanımlar qrupuma, ödənişli qrupum var. Canınızı bir mütəxəssisə əmanət edə bilərsiniz ki, heç bir dərman sizə demirəm ki, gedin aptekdən sena alın, qəbz olmuşsunuzsa yeməyinizin üstünə tökün, yiyin. Həftədə bir dəfə aclıq otu için, magnisulfat tuzu için, ay, bunlar dəhşət saçır. Hətta qara kömür belə qadağandır mənim qrupumda. Buyura bilərsiniz və sizə heç nə satmayacağım mən. Nə arıqlama çayı, nə arıqlama kofesi. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Mənim əzizlərim, bircə dəfə 20 manat ödəməklə qrupuma gəlirsiniz, bütün sağlığınıza qovuşursunuz, toksinlər orqanizmdən çıxır, bağırsaqlarınızdan bağırsaq daşları çıxır, amma bağırsağınızdakı canlı bakteriyaları yuyub aparmırsınız. Yəni ki, çünki bağırsağımız immun sistemimizə bizim cavabdehdir, əzizlərim. Buna da ancaq hansı qrupda mümkündür? Ancaq Məryəm xanımın qrupunda. Və 20 manat ödəyirsiniz. İli 20 manata bir dənə Məryəm xanımdadır qrup. Buyura bilərsiniz. Nömrəni isə videonun üstündə qoya bilmədiyim üçün, əzizlərim, səsli şəkildə deyəcəm. Necə deyirəmsə, bax, istər kənddən, şəhərdən, xarici ölkələrdən, Rusiyadan, hardan yaddaşa salırsınızsa salın. Necə deyirəmsə, o cürə yaddaşa salın. Əlavələr etməyin heç bir nömrə, rəqəm, tire, heç nə. Necə deyirəm o cürə, üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, hər biriniz bir xəzinəsiniz. Gəlin qrupda da daha da özünüzə güvəniniz artsın. Təbii ki, istəyirsinizsə, onsuz da bütün dünya artıq Məryəm xanımdan danışır. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.